Salam əziz abituriyentlər, bugünkü mövzumuz Dövlət İmtahan Mərkəzinin 2025-ci il tarix test toplusunda yer alan İngiltərə mövzusudur. Gəlin başlayaq. Birinci suala baxırıq. Verilmiş xüsusiyyətlərdən hər ikisi aiddir. 12-ci əsrdə hər bir azad adam birbaşa Kral Məhkəməsinə müraciət edə bilər və qalxan pulu adlı xüsusi haqq alınırdı. Bu İngiltərəyə aiddir. 12-ci əsrdə idi. Qalxan puluna əsasən hərbi xidmətə getmək istəməyənlər pul verib özünü hərbi xidmətdən azad etdirirdi. Bunun hesabına da hökmdar muzlu qoşun saxlayırdı. 16-cı əsrin ikinci yarısında dəniz ticarətində İngiltərənin əsas rəqibi 1588-ci ildə məğlub edilməz armadan sahib olan İspaniya idi. 15-ci əsrə aiddir. Almaniyada reformasiya və kəndli müharibəsi bu 16-cı əsrə aiddir. Jaklar üsyanı 1358-ci ildə. İngiltərədə Tudorların hakimiyyətə gəlməsi isə 1485-ci düzgündür. 100 illik müharibə 1337-dir. İspaniyanın məğlub edilməz armadasının darmadağın edilməsi 1588-dir. Məğlub edilməz armadanın məhv edilməsinin nəticəsində dəniz ticarətində hökmranlıq İngiltərənin əlinə keçdi, yəni İngiltərənin dəniz qüdrəti artdı. 100 illik müharibənin gedişində baş verən adı buraxılmış döyüş Cressy-dir, Poitiers 1346-1356 və Azincourt 1415-ci ildə idi. Yenə Cressy-dir, sonra Poitiers, sonra da Azincourt. 1346, 1356, 1415. 100 illik müharibə dövründə baş verməmişdir. Jaklar 1358 aid. 100 illik müharibə ümumiyyətlə 1337-1453-cü illəri əhatə edir. Cressy 1346 aiddir. Orlean mühasirədən azad edilməsi 1429-da. Azincourt 1415-də. Verden vuruşması isə 1916-cı ildədir. 12-ci əsrdə hər bir azad adamın birbaşa Kral Məhkəməsinə müraciət etmək hüququ aldığı ölkə İngiltərə idi. 12-ci əsrdə Vahid Kral Məhkəməsinin yarandığı ölkə yeni İngiltərə hesab olunur. Henrixin dövrünə aiddir. Norman işğalı nəticəsində İngiltərədə mərkəzləşmiş dövlət yaradılmasının əsası qoyulur 1066-cı ildə Hastings döyüşü nəticəsində. İngiltərədə mərkəzləşmiş dövlət yaradılmasının əsası qoyuldu. Yenə deyirik, Norman işğalı ilə 1066-cı ildə. Böyük azadlıqlar xartiyası üçün xarakterikdir. 100 illik müharibə dövrünü imzalamışdıq. Yanlışdır. Böyük azadlıqlar xartiyası 1215-dir. 100 illik müharibə isə 1337-1453. Əhalinin bütün təbəqələrinə məhdud hüquqlar verilməsi yanlışdır. Yüksək təbəqələrə daha geniş hüquqlar verilmişdir. 13-cü əsrdə baş vermiş üsyan nəticəsində imzalanması bu düzgündür. Dedik 1215-ci ildə idi. Fransanın 13-cü əsr əvvəlləri tarixinə aiddir. Yanlışdır. Fransaya aid deyildi bu. Deməli, burada da D variantını atırıq. Daha sonra İngiltərə kralı 1-ci Vilhelm tərəfindən imzalanması. 1-ci Vilhelmin yaşadığı dövr 11-ci əsrdir. Böyük azadlıqlar xartiyası 1215, yəni 13-cü əsrə aiddir. İngiltərə kralı 2-ci Henrixin islahatlarına aid deyil. Qalxan pulu vergisinin alınması aiddir. Kral hakimiyyətinin gücləndirilməsi aiddir. Kral məhkəməsinin səlahiyyətlərinin artırılması aiddir. Əhalinin bütün təbəqələrin kral məhkəməsinə müraciət etməsi bu yanlışdır. Yəni, bütün təbəqələr Kral Məhkəməsinə müraciət edə bilməz. Muzlu zəncavəllərin orduya cəlb edilməsi də aiddir. Çünki dedik, qalxan pulu sayəsində hərbi xidmətdən azad olunurlar. Sonra o qalxan puldan yığdıqları pulla da muzlu zəncavəllər cəlb edirdilər. Uyğunluğu müəyyənləşdirək. İngiltərədə Fransa arasında 100 illik müharibə 1337-1453 düzdür. Bizansla Osmanlı arasında Maltepe döyüşü. Deməli, Maltepe döyüşü Bizansla Osmanlı arasındaydı. 4-də düzdür. Kosovo döyüşü Fransa ilə İsveç arasında yanlışdır. Osmanlıya aiddir. Qədim Roma pul müharibəsi Çinlə yox, Karfagendəndir. Ankarada Osmanlı ilə Teymur arasındadır. Cavab olur 4-dən 5. 16-cı əsrdə İngiltərənin dəniz ticarəti uğrunda mübarizədə mövqeyi möhkəmləndi. Məğlub edilməz armadanın darmadağın edilməsi nəticəsində 1588-də 1588-də baş vermiş döyüşün nəticəsi yeni şəkildə məğlub edilməz armada ingilislər tərəfindən darmadağın edildi. İspaniya məğlub oldu və dəniz ticarəti sarsıldı. Eyni ildə baş vermişdi. Səlcuqların Rəvadilər dövlətini özlərinə tabe etməsi 1054 Katolik kilsəsinin parçalanması yox, Xristian kilsəsi desəydik daha düzgün olardı. 17-də demək A variantını atırıq. Şah İsmailin hakimiyyətə gəlməsi 1501, reformasiyanın başlaması 1517. İngiltərədə Tudorlar 1485, Mərv döyüşü 1510. Amasya 1555, Səfəvlərin paytaxtının Qəzvindən İsfahana köçürülməsi 1598, Hastings 1066, Şirvanşahların Səlcuqlara tabe edilməsi də 1066.
İngiltərədə Tudorların hakimiyyətə gəlməsi nəticəsində 100 illik müharibəyə son qoyuldu. Yanlışdır. Tudorlar 1485-də hakimiyyətə gəlib Alqızılgülün nəticəsində. 100 illik müharibə isə 1453-də başa çatır. Deməli, Lordlar Palatasının deyil hüquqları ləğv olundu. Yanlışdır bu. Mərkəzi hakimiyyət amma güclənir. Yeni sülalə hakimiyyətə gəlir və 7-ci Henrixin dövründə dövlət daha da güclənir. Mərkəzləşmiş dövlətin əsasını qoyması 1066 idi. O ad Talerdə 1381 idi. O ad Taler üsyanının səbəblərindən biri yoxsullara qarşı amansız qanunların verilməsi. Bu düzgündür təbii ki. Həm də müharibə dövrünə düşdüyü üçün 100 illik müharibə dövründə cəmaatın vəziyyət daha da pisləşir, vergilər daha çox artmışdı. Həmçinin təhkimçilik hüququ var idi. Buna görə də bir sıra tələblər irəli sürülürlər ki, yəni vergilər azaldılsın, PR ləğv olunsun, təhkimçilik hüququ ləğv olunsun və üsyanın əsas səbəbləri də bu amansızlıqlar idi. Uyğunluğu müəyyən edin. Bütün əhali kral məhkəməsinə müraciət edə bilərdi məhkəmə sahəsində. Deməli, bunu atırıq. Bütün əhali müraciət edə bilməz. Kral məhkəməsinin səlahiyyətlərinin genişləndirilməsi düzdür. Muzlu Zəncavər məsələsi də düzdür, amma hərbi islahata aiddir deyə atıram. Daha sonra hərbi sayıda islahatlar, baran qoşunlarının sayının artırılması, feodallara qalxan pul adlı verginin qoyulması, azad əhaliyə silah saxlanmasının qadağan edilməsi. Burada da cavab olur B variantı. Elə düzgün cavab da 1B, 2B. İngiltərə və Fransanın 14-cü əsrin 2-ci yarısı tarixinə aid ümumi cəhət ölkə ərazisində üsyanların baş verməsi ola bilər. Deməli, baxaq görək. Deyir, ayrı-ayrı təbəqələrin nümayəndələrinin iştirak etdiyi hakimiyyət orqanının mövcud olması. 14-cü əsrin 2-ci yarısında İngiltərədə məsələn parlament artıq mövcud idi. Fransada 1302-də baş ştatlar mövcud idi. Elə anı götürə bilərik. Eylervin diaqramına əsasən dövlətlərin 12-ci əsr tarixinə aid uyğunluq. Yəni, Fransa 2-dir, bir də İngiltərədir. Baxaq. Deməli, İngiltərə. Kral 2-ci Henrixin islahatlar keçirməsi 12-ci əsrə aiddir. Bu isə bizdən yenə 12-ci əsr soruşur deyə anı 1-ə götürə bilərik. Bütün ölkə üçün vahid kral məhkəməsinin yaranmağa başlanması. Bu da İngiltərəyə aiddir. Xaç yürüşündə iştirak etməsi 12-ci əsrdə. Deməli, İngiltərə ilə Fransanın xaç yürüşündə kralları iştirak etmişdi həqiqətən də 3-cü xaç yürüşündə. Ona görə bunu da götürə bilərik 1189-1192-ci illərdə. Mərkəzləşdirmə siyasətinin başlanması, deməli, mərkəzləşmə siyasətinin başlanması İngiltərədə 1066-cı ildədir. Parlamentin çağırılması məsələsi isə 1265-ci ildə idi. İlk parlamentin çağırılması, yəni Y-yə heç nə götürə bilməsək də 2-yə D-ni götürürük. Cavab olur 1AB, 2D, 3D C. Yəni 22-ci sualda cavab oldu A variantı. İngiltərədə 11-ci əsrin 1-ci yarısından fərqli olaraq deməli 11-ci əsrin 2-ci yarısı və 12-ci əsri seçin. Mərkəzləşmiş dövlətin əsasının qoyulması 1066-cı ildə. Bu düzgündür. Kral hakimiyyətinin mövcud olması. Demək, kral hakimiyyətinin mövcud olması hər zaman var idi deyə B-ni atıram. Əhali və əmlakın siyahıya alınması Vilhelmin dövrüdür 1066-dan sonra bunu da götürə bilərəm. 1AC. Deməli, 12-ci əsrdə təhkimli kəndlərin azad edilməsi, belə bir şey yox idi. Vahid kral məhkəməsinin yaradılması ola bilər 2-ci Henrixin dövründə. Şəhərlər özünü idarə hüququ qazanması isə, deməli, şəhərlərin özünü idarə hüququ qazanması bu yanlış idi. Cavab olur 1AC, 2-də B, yəni Y variantı. Eylervin diaqramına uyğun olaraq A-nı müəyyənləşdirək, yəni İngiltərə 14-cü əsrdə parlament. 1265, yəni 13-cü əsrdə. Azincourt döyüşündə qalib gəlmək ingilislərə aiddir. Deməli, 1415-ci ildə idi Azincourt döyüşü. Ona görə B-ni düzgün variant kimi götürə bilərik. 25-ci suala baxırıq. İngiltərədə Alqızılgül və Ağqızılgül müharibəsi dövründə Azərbaycanda nə olmuşdur? Alqızılgül 1455-85-ci illərə əhatə edir. Bayandurlar sülaləsinin hakimiyyətə gəlməsi, yəni Ağqoyunlular 1468-də hakimiyyətə gəliblər. Anı götürərəm. Mərkəzləşmiş dövlət yarandı. Xeyr, belə bir şey yox idi. Hərbi xidmət müqabilində soyurqal torpaqlarının verilməsi düzgündür. Cavab olur hələ ki 1AC. Osmanlıda paytaxt İstanbul şəhəri idi 1453-dən sonra. Bunu da götürə bilərəm. Qanunnamə adlanan qanunlar toplusu 1476-cı ildə idi. Bunu da götürə bilərik. Deməli, Sultan Süleyman Qanuni məsələsi isə 16-cı əsrdə deyə atıram. Cavab olur 1AC, 2AB, D düzgün variantdır.
Yüzillik müharibə dövründə, yəni 1337-1453-də Osmanlı və Azərbaycanda Teymurilərlə müharibə 1402. Bu düşür yüzillik müharibəyə. Trabzon imperiyasına 1461-də son qoyulub, bu aid deyil, çünki yüzillik 1453-də bitmişdi. Ağqoyunlu dövlətlə müharibələr başladı. Ağqoyunlu dövləti 1468-də yaranıb, bu da aid deyil. Azərbaycanda qalibiyyətli müharibələr nəticəsində Baharlı sülaləsi hakimiyyətə gəlir 1410-cu ildə. A-nı götürə bilərəm. Cəlallərin hakimiyyətinə son qoyulur 1410-cu ildə. B-ni də götürərəm. Hülakülər dövlətinin əsasının qoyulması 1258-dir. C-ni atıram. Cavab olur 1A, 2A, B. Y variantı düzgündür. Uyğunluğu müəyyənləşdirək. İngiltərədə normal işğalların siyasi və sosial-iqtisadi nəticəsi şəhərlər özünün idarə hüququ qazandı deyir. Daha sonra ölkənin siyasi birliyi möhkəmləndi. Bu düzgündür. Yəni, siyasidən söhbət gedirsə, şəhərlərin özünün idarə hüquq qazanması əlaqəsi yoxdur. Mərkəzləşmiş dövlətin əsas qoyulması da aiddir. Cavab olur 1-də B ilə C. Deməli, daha sonra sosial-iqtisadi nəticələr əhalinin siyahıya alınması. Bu ola bilər, Vilhelmin dövrünə aiddir. Kəndlərin əsasən təkvimli vəziyyətinə düşməsi də sosial-iqtisadidir və vahid kral məhkəməsinin yaradılması isə buna aid deyil. Cavab olur 1B, C, 2A, B. Yəni, Y düzgün variantdır. İngiltərədə 13-cü əsrdən fərqli olaraq 14-cü əsrdə Fransa ilə müharibənin aparılması. Burada fərqlilik yox idi. Parlamentin fəaliyyət göstərməsi 13-də də var idi. Bunda atıram. Parlament qanunların verilməsində iştirak etmək hüququ qazanır. Bu düzgündür. Parlament 13-də yaransa da, yəni 1265-də yaransa da, bu qərarlarda iştirak etmək hüququ 14-cü əsrə aiddir. 15-ci əsrdə Tudorlar hakimiyyətə gəlir. Düzdür, 1485-də mütləq monarxiyanın yaranma prosesinin başlaması da düzgündür. Vahid kral məhkəməsinin yaranması isə 2-ci Henrixin 12-ci əsrinə aiddir. C-ni də atıram. Cavab olur 1C, 2A, B. Eylervin diaqramına əsasən xəritədə verilən dövlətlərin klassik feodalizm, yəni 11-15-ci əsrlər tarixinə aiddir. Deməli, 1 İngiltərə, 2 Fransadır. Əhalinin əksər təbəqələrinin təmsil olduğu nümayəndəli orqanın mövcud olması söhbət parlamentdən gedir və baş ştatlardan da gedir. Yəni, klassik feodalizm dövrünə düşür deyə A-nı götürə bilərik. Hər ikisinə aid. Tudorlar sülaləsi tərəfindən 1485-ci ildən başlayaraq idarə edilməyə başlayır, düz 1603-cü ilə qədər. O da klassik feodalizm 15-ci əsrə qədər olduğuna görə bunu 1-ə götürə bilərəm. Kəndli üsyanının baş verməsi, bu hər ikisinə aiddir. Dedik ki, Jaklar üsyanı baş vermişdi və Oat Tayler üsyanı baş vermişdi. Deməli, xassı yürüşlərində iştirak etməsi klassik feodalizm dövründə. Bəli, düzgündür. Xassı yürüşlərində İngiltərədə, Fransada feodalların özləri, həmçinin feodallardan başqa, yəni kralların özləri başçılıq eləmişdi. 3-cü xass yürüşündə, D-ni buna da götürürük. Kresi döyüşündə məğlub olması. Ümumiyyətlə, yüzillik müharibə dövründə baş vermiş bütün döyüşlərdə fransızlar məğlub olur, amma sonunda qalib gələn yenə fransızlar olur. Cavab olur 1B, 2G, 3A, C, D. B düzgün variant. 30-cu suala baxaq. Eylervin diaqramına əsasən uyğunluq Fransa, İngiltərə, Müqəddəs Roma imperiyası xass yürüşlərində iştirak etməsi. Deməli, xass yürüşlərində iştirak etməsi bunların hər birinə aid edir. 4-də A-nı götürərik. 4-də A. 1356-da Poitiers-də məğlub edilmək Fransaya aiddir. Azincourt döyüşünə qalib gəlmək İngiltərəyə aiddir. Habsburglar tərəfindən idarə etmək Müqəddəs Romaya aiddir. Böyük Azadlıqlar Xartiyası İngiltərəyə aiddir. Cavab olur 1B, 2C, 3D, 4-də A. Yəni 30-cu sualda A düzgün variantdır. Birinci xass yürüşündən fərqli olaraq ikinci və dördüncü xass yürüşü. İkinciyə deyir, güc şəhər ələ keçdi. Bu birinciyə aiddir. Feodalların rəhbərlik etdiyi xasslı ordusunun məğlubiyyətə uğraması. Feodallar birinci xass yürüşündə rəhbərlik edib qalib gəlmişdilər. Amma burada məğlubiyyətə uğradı sözünə görə bunu götürürük. İkinci xass yürüşündə məğlubiyyətə uğramışlar. Bir də məğlubiyyətə uğramamışlar. Araq dənizin şərq sahillərində dövlətlərin yaranması birə aiddir. Dördüncü xass yürüş zamanı Konstantinopol ələ keçirildi, düzdür. Hətta Müqəddəs Sofiya məbədini mundarlamaqdan belə çəkinmədilər. Bizans dövlətinə tamamilə son qoyulmaq 1453 Osmanlıya aiddir. Güc şəhərinin xasslardan azad edilməsi 1187 Təbəliyə və heç bir xass yürüşünə aid deyil. Cavab olur C variantı. Oat Tayler üsyanının səbəblərini soruşur. Çəpərləmələr nəticəsində kəndlərin torpaqdan məhrum edilməsi. Çəpərləmələr heç bu dövrdə deyildi. Oat Tayler 1381-dədir. Təklimçilik hüququnun rəsmiləşdirilməsi.
Deməli, belə bir şey yox idi. Vergilərin artırılması ola bilər. Həmçinin 100 illik müharibə dövrünə düşdüyünə görə cəmaatın vəziyyəti daha da ağırlaşmışdı. Yoxsulların güzəranını pisləşdirən qanunlar yenə eyni şəkildə düzgündür. Kəndlərin qalxan pulu vergisi alınması, bu da yanlışdır. Feodallardan alınırdı, əskərliyə getməmək üçün. Wat Tylerin üsyanının nəticəsi kəndlər təkinçilikdən azad edilməsi sürətləndi. Düzdür. Vergi mükəlləfiyyətləri ləğv olundu deyir. Tamamilə ləğv olunmur deyə atıram. Təkinçilik ləğv edildi. Təkinçiliyin ləğv edilməsi də tamamilə olmamış deyə atıram. Vergilər amma bir qədər azaldıldı. Gördük. Burada 2-də deyir vergilər ləğv edildi. Yəni bu tamamilə deməkdir. Amma bu bir qədər söz varsa deməli tam yox, biraz ləğv olmuşdu. Çəpərləmə dedik ki, bu dövrə aid deyil. Cavab 1-dən 4. Uyğunluğu müəyyənləşdirək. Norman işğalı İngiltərədə mərkəzləşmiş dövlətin əsası qoyuldu. Düzdür. 1066-cı ildə Vilhelm tərəfindən. Kral 2-ci Henrikin islahatına görə Vahid Kral məhkəməsinin yaranmağa başlaması düzdür. Azinkurda ingilislər Orlean şəhərinin mühasirəsini əl çəkdilər. Orlean məsələsi 1429-dan sonradır. Azinkur 1415-də atıram. İngiltərədəki parlamentin çalınması Rom papası İngiltərə kralının asılı vəzifəyə düşdü. Deməli, İngiltərədəki parlamentin çalınması 1265-ci ildə idi. Rom papası İngiltərə kralının asılı vəzifəyə düşdü. Bununla heç bir əlaqəsi yoxdur. Cavab olur 34-də 1-dən 2. 35-ə baxaq, uyğunluğu müəyyənləşdirin. 10-cu əsrdə İngiltərə kralı özünü papanın vassalı elan elədi. Wat Tylerin başçılığı ilə üsyan baş verdi. Bunun, yəni, bu papanın vassal olmaqla Wat Tyler üsyanın heç bir əlaqəsi yoxdur. Wat Tyler üsyanının səbəbi o idi ki, amansız qanunlar verilirdi, vergilər çox artmışdı, 100 illik müharibədən təngə gəlmişdilər. Böyük azadlıqlar xartiyası imzalandı, şəhərlərə və azad kəndlərə məhdud hüquqlar verildi. Bu düzgündür, amma iri feodallara məsələn tam hüquqlar verilmişdi. Hastings döyüşü İngiltərə kralının ordusu məğlub oldu. İngiltərə kralının ordusu məğlubiyyətə uğramaq məsələsi var ki, burada. Həqiqətən də 1066-cı ildə Vilhelm gəlir, yürüş eləyir və burada İngiltərə kralını məğlubiyyətə uğradır. Və İngiltərə Normandiyadan asılı vəziyyətə düşmüş olur. Çünki Hastings döyüşündə Vilhelm Normanlardan idi. Gəlir burada özünü kral elan edir və İngiltərədə onun əsarəti altına keçmiş olur. 2-ci Henrikin islahatları əhalinin əmlakı siyahıya alındı. Yanlışdır, bu Vilhelmə aiddir. Cavab olur 2-dən 3. 35-ci sualda 36-ya baxaq, 17-ci əsrin 1-ci yarısına aid İngiltərənin Şimali Amerikada ilk koloniyası 1607 Virginia düzdür. Rusiyada yeni sülalənin hakimiyyətə gəlməsi Romanovlar 1613-cü ildə 2-də düzdür. Daha sonra Şimal müharibəsinin başlanması 1700-cü il. Deməli, 1700-cü ildə 17-ci əsrin sonuna düşür də. Osmanlı dövlətində Lalə dövrü adlanan islahatlar 1730-cuya qədər davam etmişdi deyə. Bunu da atırıq 18-ci əsrə aiddir. Səfəvi və İngiltərə dövlətləri arasında müqavilənin imzalanması. Bu da olur 1621-ci ildə. Onda 5-də götürə bilərik. Cavab olur 1-2-5. İngiltərə Krallığının 11-16-cı əsrlər tarixinə aiddir. Tarixdə ilk dəfə müstəmləkə işğallarına deyir ki, İngiltərə başlamışdı, bu yanlışdır. İlk müstəmləkə işğallarına başlayanlar ilk dəfə coğrafi kəşflərə çıxanlar olmuşdu. Məsələn, İspanlar, Portuqallar 3-cü xas yürüşündə fəal iştirak etmişdi İngiltərə Krallığı. Deməli, 3-cü xas yürüşü deməli 1189-1192-ci illərdə idi və burada krallar iştirak eləmişdi deyə 2-ni götürə bilərəm. Habsburglar sülaləsi tərəfindən idarə olmaq yanlışdır. O müqəddəs Roma imperiyasına aiddir. Reformasiya dövründə kralın başçılıq etdiyi kilsə yaradılmışdı, düzdür. Və 100 illik müharibədə məğlub olub, düzdür. Fransa qalib gəlmişdi 1337-1453-cü illərdə. Xronoloji ardıcılıq Vilhelmin İngiltərəni tutması 1066, 100 illik müharibə 1337, Orleanın mühasirədən azad edilməsi 1429, İngiltərədə ilk parlamentin çalınması 1265, ardıcılıqla düşsək, bir gəlir Vilhelm 1066-da işğal eləmişdi. 1265-də İngiltərədə ilk parlament dördü gətiririk. Daha sonra 100 illik müharibə başlayır 1337-də 2-ni gətiririk. Sonda isə Orleanın mühasirədən azad edilməsi 1429-cu ildə idi. Burada da 3-ü götürürük. 1, 4, 2, 3 düzgün variant. Xronoloji ardıcılıq müəyyənləşdirək. Wat Tyler üsyanı 1381. İlk dəfə başlatdılar 1302. 100 illik müharibənin başlatması 1453. Tudorların hakimiyyətə gəlməsi 1485. Birinci götürək 2-ni başlatdılar 1302 dedik. Wat Tyler 1381. 100 illik müharibənin Wat Tylerə baxaq hələ ki 1381-də idi. 1-i qoyuruq. Sonra 100 illik müharibənin başlatması 1453-cü ildə. Ən sonda da Tudorların hakimiyyətə gəlməsi 1485. Cavab olur 2, 4,
2, 1, 3, 4. Uyğunluğu müəyyənləşdirək. 2 olur İngiltərə, 1 də Fransa. Müstəqil əmirliklərə parçalanması. Müstəqil əmirliklərə parçalanması belə bir şey yox idi. 11-ci əsrdə mərkəzləşmiş dövlətin əsasının qoyulması İngiltərəyə aiddir. 2-yə B-ni götürərəm. 12-ci əsrdə White Kral məhkəməsinin yaradılması da İngiltərəyə aiddir. 2-ci Henrixin dövründə 100 illik müharibədə qalib gəlmək Fransaya aiddir. 1453-cü ildə yalnız Kalе limanı İngiltərədə qalır. Məğlub edilməz armadaya sahib olması, bu da İspaniyaya aid idi. Məğlub edilməz armadaya sahib olmaq məsələsi cavab olur 1BC, 2 daha doğrusu 1D, 2BC. Belə əziz abituriyentlər, əgər daha çox video izləmək istəyirsinizsə kanalıma abunə olmağı, videoları bəyənib şərh yazmağı unutmayın.